Açılış nitqi üçün Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru cənab Cəfər müəllim Cəfərovu səhnəyə dəvət edirəm. Hörmətli həmkarlar, hörmətli qonaqlar, hörmətli Nizat müəllim, Şəmil müəllim, Türkiyədən, Qazaxıstandan, Özbəkistandan, Qırğızstandan, digər ölkələrdən təşrif buyurmuş əziz qonaqlar, sizi 105 yaşlı Pedaqoji Universitetdə səmimiyyətlə salamlayıram. Xoş gəlmişsiniz Bakıya və Azərbaycana Pedaqoji Universitetə. Bugün burada toplaşdığımız sıradan bir təlim proqramının başlanğıcı deyil. Bu görüş təhsilin gələcəyinə dair ortaq düşüncənin, ortaq məsuliyyətin və ortaq hədəflərin ifadəsidir. Biz bu məkanda yalnız bilik paylaşmırıq, eyni zamanda gələcək nəsillərin necə düşünəcəyini, necə yaradacağını və problemlərə necə yanaşacağını müzakirə edirik. Xüsusi məmnunluq hissi ilə qeyd etmək istərdim ki, hədəfdə STEM 8 təlim treningi Azərbaycanla yanaşı Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistandan olan dəyərli mütəxəssislərin, pedaqoqların və təhsil liderlərinin iştirakı ilə keçirilir. STEM sadəcə bir tədris metodu deyil, STEM düşüncə tərzidir. STEM niyə və necə suallarını qorxmadan verə bilmək bacarığıdır. STEM şagirdi passiv dinləyicidən aktiv tədqiqatçıya, müəllimi isə bilik ötürən deyil, düşüncə formalaşdıran liderə çevirməkdir. Məhz bu yanaşmanın inkişaf etdirilməsi məqsədi ilə Azərbaycan Dövlət Pedaqoji Universitetində 2021-ci ildən fəaliyyət göstərən STEM mərkəzi modeli və sistemli işi aparılır. Bu mərkəz təkcə layihələr və təlimlər həyata keçirmir. Eyni zamanda müəllim hazırlığında yeni məzmun yaradır, elmlə təhsilin real inteqrasiyasını təmin edir və region üçün nümunəvi bir STEM platforması formalaşdırır. Bugün universitetimizdə artıq 8 ixtisas üzrə STEM dərsləri tədris olunur ki, bu da seçdiyimiz yolun doğru olduğunun bir göstəricisidir. Hədəfdə STEM 8 çərçivəsində qarşıdakı günlərdə siz süni intellekt, robototexnika, rəqəmsal bacarıqlar, humanitar fənlərin STEM inteqrasiyası, müəllim kompetensiyaları və məktəb mühitində innovativ modellər mövzusunda həm nəzəri, həm də praktik müzakirələr aparacaqsınız. Burada səslənəcək ideyalar sabah sinif otaqlarında, laboratoriyalarda, məktəblərdə və universitetlərdə real təsirə çevriləcəkdir. Çünki bizim əsas məqsədimiz yalnız STEM öyrətmək deyil, STEM düşünən nəsil yetişdirməkdir. Əminəm ki, bu trening hər biriniz üçün yeni baxış bucaqları, praktik alətlər və peşəkar ilham mənbəyi olacaqdır. Sizi bu prosesi sadəcə dinləyici kimi deyil, aktiv iştirakçı, sual verən, paylaşan və yaradan tərəf kimi keçirməyə dəvət edirəm. Sonda bu tədbirin ərsəyə gəlməsində əməyi olan bütün tərəfdaşlara, təşkilatçılara, qonaqlara və təhsil naminə çalışan hər bir müəllimə təşəkkürümü bildirirəm. Bir daha hər birinizi hədəfdə STEM 8 təlim treninqində görməkdən məmnun olduğumu bildirirəm. Tədbirimizin uğurlu, məhsuldar və yadda qalan olmasını arzulayıram. Bir daha xoş gəlmişsiniz. Sağ olun. Çox sağ olun, dəyərli Cəfər müəllim.